Herkese salam. Bugün bu gördüğünüz göy paltonu kombinleyeceği yeni almışam. Söylemesi ayıptır. Yeni il pijamalarımla karşınızdayım. Deməli, birinci böyle bir mavi cins giyinmək istəyirəm. Üstündə yırtıq detalları olan. Bu aralar 15-20 dənə şalvarımı şkafımdan çıxartmışam çünki heç bir rəyim olmur. Ağ köynək, bir dənə sadə ağ, basic bir köynək altdan kombinliydi. Çünki star parçamız paltodur. Uşaqlardan qərarsız qaldım, soruşdum ki, şəkilli şükürlü ayaqqabımı giyinim yoxsa Adidasımı giyinim? Təbii ki, şəkilli şükürlü seçdilər. Çünki onlara da eynən bundan almışam. Rabiyyədə də var, Məryəmdə də var. Sonra geyindim. Daha sonra gözlüyün görməyinirəm, özümün yadından çıxdı. Hələ burada ayaqqabı geyinməklə məşğulam. Arkadaşlar, cöbüşüm biraz çıxdığı üçün paltarlarımın çoxsu əynimə olmur. Durmadan yeni bir şeyler almağa çalışıyorum. Siz bu dönemlerde neynəmisiniz? Yorumlarda köməklik göstərin. Daha sonra bugün ürəyim qızıl taxmaq istədi. Gold gümüşü qatışdırmaq istədim. Rolex sırğalarımı, Dior sepim həmişə olduğu kimi yerində qalır. Üzüklərdən isə Rolex üzüyümü, bu arada sırğamın birini əyib telefon nömrə yercimə çalışarkən Məryəm kömək elədi. Dior və Rolex üzüyümü, vəbşim Diorla Rolex'i qatışdırdım. İndi aksesuara keçirəm. Birinci bu Bulgari saatı taxmaq istədim. Amma köynəyimin qolu çox uzun olduğu üçün qat-qat köynək yığıldı saatın qabağında. Məryəm dedi, məncə çıxart başqa saat tax. Ona görə yadıma düşdü ki, qaynımın ad günümdə hədiyyə elədiyi göy rəngdə saatım var. Həm də paltomla uyğun olar. Onu da Məryəm sağ olsun taxmağa kömək elədi. Burada artistlik edirəm, etiketi sizin qabağınızda sökürəm. Və işte o an gəldi. Paltomuzu giyinirik. Arkadaşlar, şimdiden gözüme çok güzel görsəndi. Yəni nə yalan deyim. Getdim saçımı açdım, özümü video saldım. İndi buradan uzaqdan özümü artist baxıram. Mənim çox ürəyimə yatdı, yəni şəxsən bu kombin. İndi Narcissus On For Her parfümünü vururam. Bu mənim ən sevdiyim parfümdür. Sevdiyim parfümlərdən biridir, ən sevdiyim deməyək. Bunun mini versiyasında almışam. Bu aralar mini parfümlərə takmış bir vəziyyətdəyim. Ancaq mini parfüm işlətmək istəyirəm, alıb yığmaq istəyirəm. Və Kiko Gloss, bir dənə də Dior Glossumu çantama atıram. Hazıram. Ümumi bu cür görsənirəm. Çöldə bayırdan bu cür görə bilərsiniz. Sizcə necə oldu? Kombinimi 10 üzərindən puanlayın. Bu paltonu başqa necə kombinləmək olar? Rəylərinizi gözləyin.